Yaddaş qurğuları ilə bağlı fikirlərdən doğru olmayanı müəyyən edin. Əməli yaddaş emal olunan verilənlərin və proqramların saxlanması üçün nəzərdə tutulur. Bəli, bu doğrudur. Elastik maqnit disklərin standart tutumu 1,44 kilobaytdır. Bu doğru deyil. Elastik maqnit disklərin tutumu 1,44 megabaytdır. Video yaddaş monitorun ekranına çıxarılan kodlaşdırılmış təsvirlərin, bəli, ekranda olan görüntülərin saxlanması üçündür. Streamer məlumatı maqnit lent üzərində saxlayır. Bəli, maqnit lent üzərində saxlayan xarici yaddaş qurğusudur. Keş yaddaş əməli yaddaşa müraciəti gücləndirmək üçün istifadə olunur. Bəli, bu da doğrudur. Doğru olmayan cavabı istəyir. Elastik maqnit disklərin standart tutumunun 1,44 kilobayt yazılması doğru deyil. Çünki qeyd etdiyim kimi 1,44 megabaytdır.